Vloguma uşaqlarımın hazırladığım tortla başlayıram. Yeni vlogumdan hər birinizi salamlayıram. Bu dəfə vlogumda istədim ki, tort hazırlayım. 1 iyun uşaqlar günüdür. Uşaqlara ilk hədiyyəni evdə özüm etdim. Öz əllərimlə hazırladım. İkisi də çiyələyi və tortu sevirlər. Ona görə də ikisi bir arada çiyələkli tort hazırladım. Uşaqlarım böyüdükcə mən də dəyişirəm. Nilayı dünyaya gətirəndə mənim 22 yaşım var idi. Rahim isə dünyaya gələndə mənim 29 yaşım var idi. Rahimlə Nilayın arasında 7 yaş fərq var. Məni izləyən mamaşalar, bəs sizin uşaqların arasında neçə yaş fərq var? Əslində deyim ki, uzun müddət illər keçəndən sonra ikinci uşağın saxlamaq, böyütmək biraz adama çətin gəlir psixoloji cəhətdən. Zamanla hamısına alışırıq. Bir də baxırıq vaxt keçib. İndi Rahimin artıq maşallah olsun 3 yaşı var. Uşaq vaxtı çox sakit olubdu. Ancaq Rahim çox ağlağan, gecələr yatmağa da imkan vermirdi. Çox narahat uşaq idi. Özümü təsəlli eləmək üçün deyirdim ki, 40-ı çıxsın yaxşı olacaq. Sonra deyirdim 3 ayı olsun yaxşı olacaq. Sonra deyirdim 6 ayı olsun yaxşı olacaq. Sonra deyirdim 1 yaşından sonra yaxşı olacaq. Mən də rahat olacağam. 3 yaşdan sonra yaxşı olacaq. Belə deyə düşünə özümü sakitləşdirdim. Rahimi belə böyütdüm. Çünki mənə çətin idi. Mən tək saxladığıma görə elə özümü təsəlli etməyə məcbur idim. Demək olar ki, elə bilirəm ki, dünən doğulubdu. Vaxt uçurur, özünü idarə eləyir. Yavaş-yavaş mənim də yüküm azalır. Ümumiyyətlə ana olduqdan sonra insan istər-istəməz dəyişir. Öncəliyi uşaqları olur. Mağazaya gedirəm. Hər dəfə gedirəm özümə məsəl üçün nəsə almağa. Bir də baxıram ki, uşaq dilindəyəm. Bizdə anam da elə idi. Mamam da ancaq bizi düşünərdi. Ümumiyyətlə fikir vermişəm. Kimin anası istiqanlı, mehriban olub, uşaqlarına qarşı qayğıkeş olub, düşüncəli olur. Həmin yəni övlad da elə olur. Ancaq eləsə var ki, düzdür, valideyni soyuqqanlı olur. Sevgi göstərən olmur. Ancaq istəyir ki, öz uşağına valideyni kimi olmasın. Mənim 3 yaşında bacım rəhmətə gedib, onun adını mənə qoyublar. Rayonlarda kanallar çoxdur, hamı bilir. Bizim də həyətimizə yaxın yerdədir. Oynayırmış, deyir, həyətə güllər səpib deyirdi, qoy həyətimiz güllü olsun, çiçəkli olsun. Amma paltar yuyurmuş. Baxıb görüb Səidə yoxdur. Uşağın yanına baxıb görüb orada da yoxdur. Hara baxıb yoxdur. Başlayıb qışqırmağa da qonşulara zada belə axtarmağa ki, Səidə yoxdur. O birisi qonşu da həyətinə yaxın yerdən suda nəsə iş görürmüş. Bir də baxıb ki, suyun üzündə uşaq gəlir. Uşaq götürüb yaylığını atıb üstünə gətiribdi. Mamam gilə verir. Mama deyir ki, 27 yaşım var idi. Ondan sonra saçım surətdə ağardı. Mama rəhmətə gedən ilin yayında belə vaxtlarda olubdu. O hadisə iyun ayında olubdu. Onda xatırlamışdı, pis olmuşdu, ağlamışdı. Dedi, bu gün Səidən rəhmətə getdiyi gündür, hava, günəş. Mənə onu xatırlatdı. Mamam bir oğlu, bir qızı Səid və Səidə bitiribdi. Ona görə biz də deyirik ki, mamam oğlunun, qızının yanında. Əslində mən belə şeylərin tərəfdarı deyiləm. Ölən bir insanın adını uşağa qoymaq heç düz deyil. Yəni bunu özümdən də görürəm. Ben tost istiyorum. Все, doğrayıram. Kaşık kaşık ha. Куда? İyi görüm. Necədir Rahim? Mama mən böyüyəndən sonra artıq mənim adımı deyirdi. Universitet girəndə mənim adımı fərqli deyirdi. Deyirdi, ürəyim gəlmir Səidə deyə. Həmişə elə hiss etmişəm ki, ikili bir həyat yaşamışam, ikili bir insan kimi özümü hiss eləmişəm. Həvəslə başladığım çox şeylər yarımçıq olub. Həmişə istədiyim şeylərə çatmamışam, yarımçıq qalıbdı. O adı məsələsini son illərdə gördüm ki, deyirlər ölən insanın adını qoymaq düz deyil. O onun həyatına yansıyır. Mən başa düşdüm ki, doğrudan da bu deyilənlər düzdür. Mənim də həyatıma yansıyır. Bugünə kimi yaşadıqlarımı nəzərdən keçirdim ki, mənim çox da istədiyim
bir şeyləri istədiyim kimi əldə etməmişəm. Hamısı yarımçıq qalıb. Ona görə də siz olun, uşağınıza ölən bir insanın adını qoymayın. Gözəl yeni müasir adlardan qoyun. Bu vlogumu burada yekunlaşdırmaq istəyirəm. Kanalıma abunə olmağı unutmayın. Mənə dəstək olun. Növbəti vloqlarda görüşərik.